Şirin neyniysən? Hala başımı itirmişəm, elə biləm maşınlara mı? Hala sür. Ya bak. Baş sponsor Soundride. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Patron tumları, Kasap Kebab. Şirin, sen papağın yerlerde gezir. Seriozum, bu ne söhbətlər deyirsən yenə? Kimdən nə eşitmisən yenə? Şirin o mənada yox Papağın üstü tozdu. Ola bilər də, orada burada, həm də mənə bilmirsən, bir dəqiqə deyərəm ki, yerində. Şirin baba geldi. Dur, geç buraya. Reyhan, hoş gelmişsiniz. Bağışlayın da geciktim. Babamı giyindirirdim. Narahat olma. Şirin tanış ol. Benim rəfiqəm Gülər, bu da onun babası Akif baba. Salam Akif baba, necəsiz? Onun heç bir oğlana dəxli yoxdur. Hop, seriozum, bu nə deyir belə? Bax, burada da özür pis aparsan, bir də sən üzvə baxmayacağım. Sən babanın bundan sonra şəxsi baxıcısı olacaqsın. Baxıcı? Yəni falçı, şəxsi falçı. Seriozum, qurban olun baxçına da mən heç vaxt gələcəyi deyə bilmərəm. O heç kim deyə bilməz. Amma kimsən keçmişini istəyirsənsə deyim. Raskıla deliyim, bütün zirzibildən töküm ortalığa. Yox, o mənada yox. Sadəcə babamın yeməyini yedizdirməyə, gəzdirməyə, geyindirməyə kömək edəcəksiniz. Bu bir işdir. Yox, mən deyirəm. Şirin. Yaxşı, nə deyirsən deyək də. Hələm görək mən razı olacağam yoxsa yox. Qızlar, bir dənə otaqdan çıxır. Şirinlə məni tək burax. Yaxşı. Şirin, indi biləcəm məndən evlənmək istəyirsən yoxsa yox? Olmaz Gedin. Şirin, yaxın dur mənə. Sənə bir sual verəcəm. Görüm ona cavab versən, ondan sonra qərarımı verəcəm. Mən adətən hər suala bəyənmirəm, amma ən belə bəyəndiyim sual budur. Məsəl üçün, peşimansan? Mən də risk edirəm ki, peşiman deyirəm. Apap basırlar məni içəri. Başa düşdün? Mən bu iş üçün ölmürəm belədir ki. Mən seryozumun xətirindən buradayım. Çünki mən o çisti Seliçadan sevirəm, başa düşdün? O mənim üçün çox dəyərlidir. Çox qüdrətlidir. Yəni o qız sənin üçün həqiqətən o qədər dəyərlidir. Özünü tanıyan Lüboy oğlan üçün, onun sevdiyi xanımı onun üçün dəyərli olmalıdır. Toçka, başqa heç nə. Xoşuma gəldi. Götürürəm səni işə. Yox, götürdüm deyəndə ki, mən belə söhbətlər xoşuma gəlmir. Biz hamını yatdığı yerdən götürürük. Yəni mən işə daxil oldum da, hə. Gözləmirdim. Həyat belədir də Şirin. Bilmirsən ki, səni nə vaxt nə gözləyir. Necə yəni? Yaxın gəl. Hey! Ana bu nədir? Bu ürəyini Görürsən, heç gözləmirdin sən bunu. Ana bu nədir la? Ağsaqqal kişisi, ana bu nədir la? ChatGPT, sən deyən kimi staliçni salata, qarın ağrısı dərman atdım. Gözləyirəm Oktay gəlsin, yesin görək nə olur. Əla, istəyirsən sənə qarın ağrısı üçün başqa dərmanlar da təklif edim. Dəqiq qarın ağrısına düşsə, məcbur olub evə gələcək. Svetacığım, sen benim en zayıf damlarımı tutmuşsun. Oktay! Nədir sənin damarımı belə tutan? 30 ildə mən tutmadığımı bu tutur. Aymır varıcığım. Elbette bu tutmalıdır da öyle. Bak sen kimin bacısısan? El öpsetin. Ama bu tip bacısıdır. Bu tutmasın zayıf damarımı kim tutsun? Evet, bakın damar tutuyorum. Yumuşak damarımı tutmam lazım. Tip bacısıdır. İğnəsi hanı? Hı? De iğne. Sveta Hanım, ben kızmışım, kızdırmamı salmak için iğnemi vurun. Çok xahiş edirəm. Oktay hocam lazım değil.
Dırı Sveta Hanım. Siz tip bacısısınız. Xahiş edirəm vəzifə borcunuzu yerinə yetirin. Oktay bu seni şişirtmək üçün ona iynədi. Nə dayanmısan? Vur iynəsini. Ah, düzəldim Murvarı. Qızdırmam düşdü. Necə ehtiyac yoxdur? Mən də deyirəm ki, ehtiyac var. Qoy vursun. Vur baxım. Murvarı. Onu ancaq toq qarnına vurmaq olar. Mən saçından ölürəm indi. Yeməmişəm. Nə deyirəm ki? Sənə paytaxt salatı gətirmişəm. Elə oturub indi yeyərsən, toq qarnına da iynəvi vurdurarsan. Salatı verimsən, qaşığını da ver də. Buradadır. Buyur. Paytaxt salatından onsuz da zəhləm gedir. Mirvarı hazırlayanda. Gigant zəhləm gedir. Paytaxt salatı deyil. Elə bir ucqar bir dağ kəndini. Yedi, indi vura bilərsiniz iynəsini. Sveta Hanım, iğnəni vurun. Bayram axşamında evə gələrsən. Bayram günü bütün ailə hamımız bir yerdə olmalıyıq. Deyirlər, yeni ili harda keçirsən, 7 ildə həmən o yerdə yeni ilvi keçirirsən. Yadına gəl, keçən yeni ildə olsa mən evdə yox uydum. Kakras bayla ona görə mən bu il evə gəlməməliyəm. Bu il olmayacaq. Oktay, dedim evə gəl və salam. Pso. İyi misin? O alem deyip bir-birine. Kanka sen de bir teşekkür kaldın. Hadi yanında sakla dala da. Başında konserve kabı kalmış it oxşuyur. Aynen de normal da. Şahlar. Deyirəm, yadımızdan çıxıb birimizi bayramımızı təbrik eləməmişik. Bugün bayramda axı. Ha doğrudan ha bugün bayramdır. Bayramımız mübarək. Hepiniz mübarək. Deyirəm, biz də bir dənə normal yeni il şənliyi keçirdə bilmədik də. Cəmaatın uşağı yeni il şənliyinə gedəndə biz tulka tapıb zdavat verib zırh paket alırdıq. Ayda hey. Deyirəm ala. Mən axırıncı dəfə yeni ilə səndən vaxt girmişəm. 98-ci ildə. O da papa evdə olanda. Mən hələ də 98-dəyim. Hayda. Kanka ben de babam yeni ilde öldü ben ya. Ona göre biz her yeni ilde bu Albayla İsrail sadık açtım yiyirik. Ay git. Doğrudan yeni ildə ölür bu. Ha, öyle ki 12 oldu babam başını koydu. Babede şampan patlattık babam öldü. Aha, sən baban ölməyib be. Onun internet paketi qutarır. Deyirəm ha, biz də qocaldıq getdik. Bir dənə normal şənlik keçirməyəcəyik biz. Amma biz heç olmasa bir dəfə bayram keçirməyəcəyik. Ağsaqqal, Hə, qocalıq necə şey? çox təhlükəli. Çünki bilmirsən səni nə gözləyir. Necə yəni? Heç. Be, hal olsun sən Şirin, hal olsun. Diyor lan. Sən ki bu dayıya belə nəvaziş göstərirsən, sənə dayı sözün yoxdur. Sən bu dayının yeriyən ayaqlarısan, sən bu dayının tutan əllərisən, sən bu dayının danışan dilisən, sən bu dayının döyünən ürəyisən, sən bu dayının acından quruldayan qarnısan, sən bu dayının kəsilən köpəyisən, sən bu dayının... Hala sakla la. Hara gelip çıktın hala sen? Tavalı geri gel. Qırqovul oxşuyur hala. Buna bax hala, sən deyir dayının göbeyisən. Hala olmadı ki hala, göbeyi zad nədir? Hala Hala harda qırqovullar var gelip bizi sapır hala. Uşağım uşağa. Benim yüreğim senden mutluyum benim. Geç ha. Göbeğim böyle Şirin gel. dayan. Dalağım böyle. Dayan bir dakika. Ne olur? He. Biraz zadne ver. Bu. Ne zadne aksaqqal məndə heç bax zadne olmayıb. Ayıb da la. Normal da. Elə. İndi sən gelim onda deyim ki, sən mənə qulluq eləyə Aa, bilmədin. demə. Yaxşı aksaqqal. Nə səndən olsun, nə məndən. Edirəm da. Ver. Saxla. Bak lan. Saxla. La. Aksaqqal nə oldu? Gəncliyim yadıma düşdü. O vaxtı mən də istədiyim qızın bir də öz adımın baş hərflərini divara yazırdım. Allah mərdimazarın evini yıxsın. Məhəllənin uşaqları ona görə gəldilər, məni döydülər. Yəni aksaqqal.
Çaş o vaxtı mən olardım. Hamısına abratkasını verərdim. Başa salardım mən yəni. Qısasımı ala bilərsiniz. Anan uşağım mırıq ala, əlimizdə də. Danaman dönür ya. Onda sür getdi. Salam mətiş sevərlər. Bugün yeni ilin meyxana gecəsi olacaq. Bugün sərhədsiz meyxanalar deyiləcək. Heç bir məhlə marketindən soxuşdura bilmədiyiniz skoşlu beşliyi soxuşturmağa yer axtaranlar. Bir çaynik çay alıb 2 saatdan çox oturanlar. Ailə tərbiyəsini göstərmək üçün yer axtaranlar. Kafeyə sırf ayaq yoluna getmək üçün girənlər. Hamımızın yolunu gözləyirik səbirsizliklə. Günün sonunda qonaqların arasından təsadüfi bir adamı seçəcəyik, onun işıq pulunu ödəyəcəyik. Görürsünüz bizdə necə kampaniyalar var. Sonda oturanların hamısına plus over hədiyyə olunacaq. Əziz izləyicilər, indi müştəri gəlib, görüm o nə istəyir. Sizinlə yenidən davam eləyəcəm söhbətimi. Öpürəm sizi. Salam, xoş gəlmisiniz. Salam. Sizdə ev sayağı yeməklər olur. Ay qardaş, bizdə elə ev sayağı yeməklər olur da. Evdə necə, burada da belə. İstəyirsən ki, belə anan necə gətirir, mən də o yeməyi elə gətirim. Əl olar, 5 ildir rayona getmirəm, anamı görmürəm. Bu dəqiqə ana qayğısına elə ehtiyacım var. Oy, əziz izləyicilər, görürsünüz, bizdə ev sayağı yeməklərə əlavə olaraq ana qayğısı xidməti də var. Xidmət haqqı 10 manatdır. Bəs araq olur sizdə? Damaşın olsun. O necə olur? Heç nə, elə bir sən orada içirsən, mən də qıraqda dayanıram, başlayıram deyinməyə. Də bəsdir də, az işlə, o zəhrimarı da. Nə qədər içəcəksən? O tuluğu az doldur da. Yığmısan sən məni boğaza. Bütün günü içirsən, yığmısan. Bəsdir, içmə daha. Kim ondan xeyir görüb ki, sən də görəsən? Yığmısan boğaza, bəsdir daha. Yo, lazım olmadı. Mən sizə yeməkləri patron yağı ilə bişirmişəm. Başqa kafelərdə ucuz, kimyəvi qatıqlı yağlardan istifadə edirlər. Bütün analar istəyir ki, uşaqları patron yağı ilə yemək yesin. Hazırsansa başlayaq. Hazıram. Buna bax, oturub. Dünyadan xəbər yox. Başqa uşaqlar qaz vurub qazan doldurur. Sən nə edirsən? Bütün günü evə gəlirsən, onu ver, bunu ver. Ver yiyim, ört yatım. Camaat, sənin kimi camaat. Analarını aparır xarici ölkələrə istirahətə. Gəmiyə mindirir, nə bilim, traktora mindirir, qatara mindirir, samalyota mindirir. Sən nə edirsən, Heç işıq pulundan xəbərin var. Səhərdən axşamı kimi işıq yandırsan, evdə. Bura bax. Hanı? Bura bax, gör nə qədər işıq pulu gəlir. Xəbərin var, tez ol, gir ora, ödə bunu, ödə. O yeməyi də axıra kimi yeyərsən. Başı batmış arvadın qeybəcar olmasın. Hələ ağsaqqal, sən də yer tapdın da, bu nə deməyəcəyin la? Belə yerlərə streka vermirsən, görürsün. Darı təpə deyə, bu nə də la? Birin də oradan pələng çıxacaq, mala ceyran cüyür çıxacaq. Şaxta baba gələcək. Hərdədirlər bunlar? O vaxt onlar məni burada döymüşlər. İndi istəyirəm ki, burada mənim qısasımı alım. Narahat olma da, əldə edəcəyik. Ha? Gözlənmə. Gəldilər. Yiyəm dəy bəsdir. Tofiq, Kamil, yadınıza düşdü bura. Fazilanı ən çox o döymüşdü məni. İndi mən onun döylməyini görmək istəyirəm. Düzdür dala, uzun dəbə. Nə deyir o? Nəsə deyir? Deyirəm Fazilanı. Deyir Fazilanı. Özünsən. Özünsən? Bu dəqiqə gəlib sənin orada. Başa düşsən? Ağsaqqal, olmadı ki. Biz səndən ibrət götürürük. Bu nə söz dediysən? Allah deyəndə istənib dərim ya. Bu uzun dəbə sənə eşidinmir. Xose, gel onların yanına. Ağsaqqal sən dedikcə sən onlara deyirsən. Ağsaqqal sən dedikcə sən onlara deyirsən. Dedim mən o permo deyirəm. Aysa. Dedim mən deyirəm. Aysa, gel onların yanına. Ne patronu gözümü? Dedim deyirəm. Tamam. Period. Qalx ayala. Tamam ben cansa kan edersiniz. Ne var ne yok. Yine pis yaşamırsınız. Kanka döşeceksin. Bravo. Fazilanı. Ne diyor o? Ne deyir o? Nəsə bilir. Anam kimi de. Deyirəm normal de normal. Allah deyəndə bu da sənə eşidinmir. Faxı, sən get. Mən gedim. Get. Görün yeniləm. Gördüm mən neyinirəm. Ağsaqqal. Ağsaqqal. Deyir ki. Fazil hardadır? Ən çox o döymüşdü məni. Fazil səni döymüşdü. Fatih sen avaş duydu ha. Ulan o dünyanın dilində danışırlar. Mən əslə başa düşmürəm. Bir de gelin yan.
Kana, ben başa düştüm. Sen değil, ben Peremon deneyeceğim. Değilim, Peremon deneyeceğim, sen değil. Ha, değil Fazıl hardadır? Kana, değil Fazıl Hanım. Do, re, mi, ba, ba, ba. Zil, 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 hanı. Zil, hanı. Ay zildidin, Fazıl yadıma düştü. Hardadır Fazıl, hardadır. De, o bunu qəbirstanlıqda. Kana, değil gelmiş sandık ederim ikinizi de. İkinizi de değil. Ala ölü bu. Ölüb də. Ala sen bize ölümüş söhbete getirmişsin. Sen bilsen de ölümüş söhbeti atsana neyinirler? Deyir ki, ölmüş söhbəti açana bilsən nə deyirlər? Nə deyirlər? Laf tutaq ki, bu söhbəti açdıq. Ha? Bu 3 dənə pişik balası, 2 dənə akul neynizirlər? Ha? Kana, pim anasını dedim. Miyav, miyav. Bir akula. Ha, Ağsaqqa, sənin bu dəqiqə ölüb, nəvənin toyunu bir il dala salan vaxtın deyə, nə dava? Dava eləyən vaxtın sənin. Ha, koca sertse. Sen penşevi alıp nefsin galebesine koyarım ha. 90 dakika tezini oynayar. Ay şirin məni burax bu dəqiqə gedim onları çırpımaya. Burax da nə məni, burax. İşte sana bu. Ha bıraktım ha. Ha tuttum ha bıraktım ha. Git. Ha, mənə bax. Sözü tam çatdır. Ha, buna bax. Zibilliyə atılmış kreslo oxşayır. Ben ağzımı açtım ya. Kreslo yaxşıdır, ayağı sınmış stol denenir. Ha, buna bakın ya, çekmeye bak. Ben ise ağzımı açtım. Söz dedim, o değil. Sözü o değil, man o. Mənə bax, çox zarafatsıldılar ha. Adamın belə quruğu ola. Ne diyorsun? Sabaha saat sıkmazsan. 2 saatlik çox yox, olsa gedirlər. Ne değil alo? Kanka bunu şahsen bana dedi. Sizden alakası yoktu. Ana bir dakika saklıyım. O bundan değil bu ondan değil. Ne olur bana? Ben klişem atır ha. Daha şun görüm nece olup söhbet. Deyir ki, söhbəti aç görək necə olub söhbət. Hə, söhbəti deyir. Ha. Deməli, rəhmətli Neymət, rəhmətli Mansur, bir də rəhmətli Əhməd maşınları yurdu. Dayanmışdı Əhmədgilin məhəlləsində. Bir də gördük ki, Akif koca plaşda gəldi bizim məhəlləyə. Qız dalıyla. Biz də tutduq Akifi, it balasıyla döydük. Bax Akifi, koca Akifi. Hə, düzdür. O koca plaş hələm də məndə durur. Ana bir dakika ala bu çişde ala bu rahmetli o rahmetli. Bu söhbette bir tane koca palaş kalır. Yox, Əhmədin maşında qalıb, kubiklərin üstündə. Vapşa bir dakika saklıyım. Sizin nesi yaşımız var? 15. Yox, 95. Aa sen canın kontrastraktaki faiz gösteri. Bugün bu kişinin kısası alınmalıdır. Kan su leysan gideceği burada. Bildin? Lazım değil. Allah mənim ömrümdən kəssin sizə versin. Ha, Ağsaqqa, sənin ömründə nə qalıb ki? Hesablanmışıq, adama 2-3 saat vaxt düşür. Vəssalam. Vaxtını döndürəyim belə. Biz bura qana gəlmişik. Hamımıza xışlayacaq. Hən. Getdi. Xışlamaya. Şuna. Xışlama. Tamam ya. Ah, Ne oldu ha? ah, xışlama. Yürü də. Oğlum. Allah şirin burax bu dəqiqə onları mən qıracağım. Ana sen de gel ha bırak gel gel. Niyə buraxdın ki məni? Şirin. Ala diye ala oldu ala. Bizim klinikamızda istənilən plastik əməliyyatı yüksək səviyyədə həyata keçirə bilərsiniz. Bizim həkimlərin hər işi göz qabağındadır. Oy. Ha, yuxuymuş ha. Yan. Həmin ölçülü. Hə, dəmir kimisən, hə? Qurtsan, aslan parçasısan. Sən, yenə sən hissəliyəsidir. Yaxşıyam. Uf, bu gəzən mənim sinəmə yox, varlığıma təsir edib. Oo, Oktay müəllim, deyəsə məşqə başladınız. Ne? Hocam indi burada alem birbirine. Sakin olun, hocamız şimdi geliyor. Ne hocam sağlıktan dedim sana bak hocam indi burada alem birbirine. Hanım, hardan o kişi tezeli göstermem. Oktay hocam o kişi değil. Tembel kişi değil. O çıksın. Hardan da onlar çıksın ben kabağıma. Buradayım. Ayrıca gidiyorum. Bu sesi geliyorsun ya ortalığa çıkma. Çık kabağıma. Buradayım. Ay. Ne diyorsun? Karsan. O ne meselesi? Ameliyat zamanı hanımefendinin sesi hasar görmüş. Hasar, kronik hasar ya. He, ziyan görür.
Belə vaxtın gül kimi qız deyil. Nə var? Bitdən Nigar Zamal, səsdən motorist Zamal. Gedirsiniz ora bura, əməliyyat elətdirirsiniz. Səsinizə bu cür ziyan verirlər. Sonra gəlirsiniz mənim üstümə ki, Oqtay hocam benim sesimi düzeltir misiniz? Olmaz belə, olmaz. Mən sizin yerində olsam, bizim nə yerəm? Gidib girənlərəm o hastaneye, onu mahkemeye de süründürüb təzminat alaram. Girəşərəm o təzminatı alaram. Ameliyat bizim klinikada olub. Siz mənim dediyim hər şeyi eləməyə məcburiyyətində deyilsiniz. Akı, mən bugün yeni il tədbirində aparıcı olmalıydım. Ya mənim səsimi düzəldirsiniz, ya da sizə verdiyim 5000 manatın 5 qatını qaytarırsınız. Yoxsa burada aləm bir-birinə qatıb video çəkib paylaşacağım. Xanım, çox üzr istəyirəm, video çəkməyə ehtiyac yoxdur. Çox xahiş edirəm, özünüzü toparlayın. Sizin bu səsinizdə əslində ancaq ziyan tərəfini görməyin, bunun xeyir tərəfləri də var. Bilirsiniz, insanlar necə arzusundadılar bu səsin? Bu səslə ürəyin istəyən futbol şərtçiliyi eləyə bilərsən. Təsəvvür edirsən, o səsdən deyirsən ki, bəli, Zubir hücuma keçir, Sağcılahman gedir və ortaya qaldırır, Nəriman vurur dirəyə. Vay, bu nədir? Fikir verirsən, misal üçün də Nəriman qol vura bilmir. Nə vaxt vurur, dirəyə deyir. Sən mənimlə məzələrsən. Niyə məzələnmişsin mən? Mən ciddi adamam, Rüfət Nasosunu tanıyırsınız? Bax, Rüfət Nasosun mahnısı var, İğne ayılardan qaçın. O səsi almaq üçün gəlib iğnə vurdurub, 10.000 of iğnəyə pul verib. Siz gidin oxuyun da. Lap oxumaq istəmirsiniz, həvəsiniz yoxdursa, uzağı bir aya səsiniz düzələcək. Birdən düzəlməsə? Birdən düzəlməsə? Cavab məndən gözür, sual mənədir. Bir dəqiqə. Düzəlməsə, biz sizə təzminat ödəyirik, ya da sizi televiziyada futbol şərkisi kimi işə düzəldirik. Yaxşı. Söyməsə məsələ bağlandı. Oktaycığım, bu Metiş Xalan kafesi var. Orada yeni için meyxana gecesi olacak. Ürəyim gedir meyxana gecesi için. Gedir peki ora. Görüm bir dəqiqə. Demək, yox, meyxana gecəsindən gedən mən. Biz bir yerə geçsək, tanıyarlar, mən orada Məhdişin kafesi deyirsən. Narahat olma. Sen Şaxta baba paltarı giyinirsen, ben de qarqızı. Elə gedirik. Gedeydin oğlan. Oktay, boyuncuğum. Belə amma mən keçən səfər dedim, olaq sən Sinigurska məşələ. Dedin yox. Bu sefer değişir. Bu nə də la? Ağsaqqal, bura haradır biz gəlmişik? Mən sizi gətirmişəm başladığım yerə. Başladığın yerə? Mən də traktorla başlamışdım. Sonra işi böyütdüm, pul qazandım. Sizə də məsləhət görürəm. New Holland qazançlı traktordur, ha. Özdə lizinqə də verirlər. Doğrudan? Biz buradan hara gedəcəyik? Hara? Hara bir dəndir? Dayanaq da. Hə, Gülər bacı. Nəyin vaxtıdır? Narahat olma, apararıq. Fizyoterapiyan deyil. Nə? Fiorentina? Yok değil, Füzuli təbiat deyil, Füzuli. Biz danışma, ağsaqqal, bu nə deyil, Füzuli kimdir? Əşi, fizyoterapiyada mən ora gedirəm, müxtəlif üsullarla sümüklərimi, əzəllərimi müalicə edirlər. Mən bildim səni hara aparmaq lazımdır. Deyib, buran deyirdin. Bura bombadır. Fizyoterapiyada tamsı boş şeylərdir. Məni belə yerlərə gətirin. Dayı, narahat olmayın, eləyəcək ki, xoşuna gələcək. Siz 4 nəfər olacaqsınız. Biz gözləyirik, biz baxırıq belə biraz gücün var. 2 masajistimiz var. Biri qızdır, biri kişi. Biri bizi qız masajist masaj eləyəcək, birinizi kişi masajist. Yox, mən kişi yox. Mən yox, qızım gəlirim amma. Xanım, mənə kişəlli deyilməsin. Bu 30 ildə onu qoruyub saxlamış. Xanım eləsin mənim masaj. Mənim yaxşı ideyam var. Ay şeydir, olmazdı ki məni qız masaj eləyərdi. Akif dayı, biz cavanıq da. Qoy xoş günlər yaşayaq da. Sən daha gördüyümü görmüsən də. Bugün sabahlıqsan. Bunun hayfını sizdən çıxacaq. Elə bilirsən, mən masaj görməmişəm. Cavanlıqda məni 4 qız birdən masaj eləyirdi. Aycan. Biri sizdən 3 tin yuxarı qalırdı Zema. Biri 2 tin yuxarı, Ayka. Biri 1 tin yuxarı. Ara saxlanın oğlum, ara sadəcə bizim məhəlləyə yaxınlaşırsan.
Yapma. Babas masajıyla. Ben bakayım kanka. Deyirəm biz bayağı yerine çıxdıq. Sen hansı şirkətdənsən bu? Buz kəsməz kendindən. Bu, özüm kendi bu buz kesmez. Ben bak bu yukarı buz kesmez yoksa bu aşağı. Yox, yuxarı buz kəsməz. Yukarı. Ha, sen sana kimlerdensen oradan. Yani. Meşəbəyi Mövsüm kişinin nəvəsiyəm. Kanka Möhsün kişi. Ben babam Möhsün kişiyle kardeş ol ben kanka. Bizden de kardeş ol var. Ha, buna bak ya, qohumu tapdım. Axır şirkətçimi tapdım kanka. Ne de ha? Qohumun yanında ayıptı, durum ceyin ha. Böyle çırpaktı. Yok uzak qohum ne ya? Deyirəm, ben uzak qohumdu. Xası, fikir vermə. Bəlkə elə sənin hesabına bu gün pulsuz masaj olduq. Qardaş, neyinirsən sən bu yeni ilin gündə nə işdi gətirsən mənim başıma? Bir arxa-arxaya verənə bax da güzgüyə. Güzgü nədir? Mən də güzgü deyiləm, mən də monitordur. Hə. Amma mən baxdım səni görmədim axı. Ay qardaş, özün də bax taksi şoförsən. Çıxmırsan çörəyini, mən səninlə neyniyim burada? Ayrı vaxtda sinənizə döyürsün. Deyirsiz ki, məndən yaxşı sürücü yoxdur, nə bilim nə. Sinə? Ay yox qardaş, sən səhv salırsan məni. Mən taksi şoförü deyiləm. Mənim özümün klinikam var. Mənim maşınlarımı vermişəm Sandrayda. Hər şey daxil özləri idarə edirlər də. Sürücülər işə götürmüşəm, maaşlarını verirəm, qaqa. Sən canın yaxşı görəli, çoxuz elə belə deyirsən həmişə. Ay yox, öz canım üçün deyirəm, qaqa. Bilirsən nə qədər maşınım var? Bir 20 dənə alıb buraxmışam şirkətə. Şoför tapa bilmirəm mən, sürücü axtarıram, tapa bilmirəm. Yəni qohumda, əqrəbada kim varsa deyilən götürüb lap işə düzəldim. Ha, yaxşı, yaxşı. Deməli sənin pulun çoxdur. İndi mən gedim maşının açarlarını gətirim verim sənə. 2025-in təzə salafa maşını var bəzmisən. Al təzəsini gətir. Bu hep bir diyan ya. Ne 2025'i? Allah bil 2000 neçənin powerbankı da o. Oktay. Ne olub burada? Atiş bak bir dənə sən əskiydin, sən də özünü yetirdin, çatdırdın. İnan, o sığorta şirkətlərindən əvvəl sən gəlirsən. Nə vaxtında gəlmişəm, əsl belə patron çıxdığı baxılası məqamdır. Ses də bax. Famil, çox əzilir. Yox, yəni yox, narahat olma. Sən narahat olma, elə ciddi bir şey yoxdur. Fami, sənin arvadın xəbəri var ki, sənin maşında başqa qadın var? Bəlkə məndə düşüm. Yox, narahat olma, sən otur orada. Gedir, bir şey yoxdur. Qardaş, siz də üzr sayın, yolu davam edin. Hər şey yaxşıdır. Mən çıxalam, mən də gedim. Hə? Get. Yaxşı. Ay səni. Kəlləsən, nə kəllə? Yaxşı gəlib çıxdın, buna mən qutardım bu vəziyyətdən. Gördün, səni zibildən çıxartdım. Acə belə, mən papaq altda yatan oğlan deyiləm ha. Mən heç ürəyimdən istəyir deyiləm 2 dəqiqəyə. Deyirəm, Oktay, mənə ödəniş eləməyib, xəyanət eləyən kişi mənim belə gözümün düşmənidir. Belə zəndəy zəhləm gedir. Sən əgər mənəm ödəniş eləməsəydin, sən də zaks kağızın gedəcəkdi rişeniyə. Hə, mən onu elə belə eləməmişəm ha, Oktay. Bilirsən, bizim kafedə bu gecə yeni il gecəsi keçirir. Meyxana deyənlər olacaq. Belə dəhşət meyxanalar deyiləcək, sərhədsiz. İstəsən sən də gələ bilərsən. Amma sənə bir dənə söz deyim də, sən mənə biraz pul ver, mən meyxana deyənlərin behini atım, axşam şabaşdan sonra boğub qaytaracağam sənə. Bax, əyri oturaq düz danışaq. Gedək özünü hörmət edən 5 dənə qadının yanında bu söhbəti açaq görək. Mən xeyr ola sənin meyxana deyənlərinə beh verməliyəm. Meyxana deyənlər mənim adımı meyxanada çəkəndə belə mən onların qəpik pul vermirəm. Üzümü fırladım ha belə. Belə oldu. Lap elə oldu. İndi bu dəqiqə mən səni zibildən qurtarmadım. Vermirsən hə, Oktay? Heç eybi yoxdur. Saxla samanı, gələr zamanı. Sən düşdün mənim qara siyahıma. Bu yeni il gecəsi təzə kartof çıxmamış. Sənin ifşa videoyu çıxardım, onda görərsən. Вот оно что. Deyim, bayramda yeyəsən aş stolitsini. Zır paket atasan, söyərlər liçini. Təbrik elədinsə evin içini. Hala sən gələ bibingillə təbrik eləd. Deyirəm, gəlin bunu içək, yaxşı oğlanların sağlığına, söz. Ağsaqqal, bir dəqiqə deyəm. Mənə bir şey maraqlıdır.
Tosu yaxşı oğlan. Şirin də yaxşı oğlan. Söhbət. Ha belə sortçulu belə sən də yaxşı oğlansan. Bəs bu pis oğlan kimdir? Ha? Sualın pis oğlan biri mən. Qalanı kimdir? Ha? Kimdir də ala? Kimdir mən? Zahiri mən kimdir? Kimdir? Ala yaxşı da mı girdiyi temaya bax. Gör nə sözündən şey. Ala yaxşı deyən ala. Yaxşı. Söhbəti dəyişək. Deyirəm Şirin, sizin eviniz mənə cavanlığımı xatırlatdı. O şəkildəki xanım kimdir? Yaman tanış gəlir mənə. Ha, o mamadır da. Yəqin kiməsə oxşadmısan, hə? Olur da insan oxşayır, hə? Ola bilər. Deyəm zamanlıqda bəlkə bu mamın ilə bir yerdə işləyiblər, hə? Tanıyım mamanı, tanışdırdım bəlkə. Deyəm, Afsaqal, bu zamanlıqda harada işləmsən sən? Mən... Ala deyən də nə olur? Mama, olur o, nə bilim, vəsiqədə, pasportda hamının şeyləri var da, oxşarları var da, nəsə sür, hə? 10 nəfərlə, 20 nəfər. Mama da yəqin kiməsə oxşayır da, hə? Ya, mamaya kimsə oxşayır. Olur. Nəysə, mövzunu dəyişək. Bura bax. Deyirəm Şirin, gözəl sıfıra açıbsan. Belə yeyib içmək üçün bəhd darıxmışdım. Sağ ol. Deyirəm, qaldırın vuraq. Bundan sonra xosu söz deyəcək. Qaldırın. Mənim davrum kamı qaldı. Baş. Bundan sonra... Bu mənim bağırsaq qalım. Xosu deyəcək sağlı. Bunu çək. Eləmədi. Ala yaxşı, gör, ürəyində qaldı, gəl. Salam aleyküm. Neymişsiniz, necəsiz? Sağ olun. Şair də gəldi, paşa da gəldi. Nuş olsun. Bayram mübarək olsun, qardeş. Bax, paşa, 100 yaşa. Qıramlama, paşa, ayağın dəlməsin daşa. Paşa, mənim şimdi sənə maraqlı gəlib. Bax, sən bu şeirləri, mahnıları necə yazırsan? Özü sevgidən yazır. Özü də iş orasındadır ki, ayrılıqdan, həsrətdən yazırsan. Niyə belə? Şirin, mən əslində sevgidən yazıram. İndi ayrılıq da ona daxildir də. Bəs ayrılıq nədir? Niyə var? Ayrılıq əslində gedənin yoxluğudur. Qalanın içində böyütdüyü sükutdur. Ən ağır tərəfi də qapıların bağlanmağı yox, qəlbində hələ də açıq olmağıdır. Ala bu danışanda da elə bir şeir yazır. Sən bir də o mahnın var qardeş. Hansı? Ölərdin. Ay sağ ol. Bir də o getdi qardeş. Nə qədər ağlayar insan, bilə bilsəydin ölərdin. Gözümün yaşını yarım, silə bilsəydin ölərdin. Ay paşa bəslidir mən olan, demə bihudə yazırsan. Elə bilmə dəliyəm mən, elə bilsəydin ölərdin. Ay Şirin bəslidir mən olar, demə bihudə yazırsan. Ay Zalayd. Elə bilmə dəliyəm mən, elə bilsəydin ölərdin. La la lay lay la la lay lay. La la lay lay la la lay lay. La la lay lay la la lay lay. Ala diyan ne oldu bana? Ala bu hönkür ağlayacak ha. Ana ne oldu aksakka? Ay paşa gördün neyin adını atam? Lazım mıydı sana? Hönkür belə ağlayırdı. Şirin bir dənə səbirli ol. Qoy bir dənə bu söhbəti axıra kimi qulaq asaq. Mən elə mahnıları belə xatirələrə qulaq asıb yazıram da. Danış ağsaqqal, danış. Paşalıq işte yoxdur. Mən cavanlıqda bir qız sevirdim. Hələ bildi də. Gedirdim onun pəncərəsinin altında gitara ilə mahnı oxuyurdum. İndi səs həmən səsdir, amma gitara çala bilmirəm. Hər səfər içəndə də istəyirdim ki, gedəm onun pəncərəsinin altında yenə oxuyum. Amma məni aparan yox. Ağsaqqal, ev yadındadır. Elə ev yaddan çıxar. Darıxsın, mən də gəl sanacam qaqa, maraqlı olsun, maraqlı.
Sakın gitsən sən. Yubadan ilan çıxartmırıq, pəncərəyə qız çıxardırıq. Ama ne oldu? Valla bu xəstə git. Paşa, Aycan. ritmi vur atam, ritmi vur. Baba, getdik. Axtarır səni. Qayıtmır evə. Tanımır məni. Heç yatmır evə. Payız geldi, uçtu gitti kuşlar. Sen de gittin, bak yandı yarışlar. Payız geldi, uçtu gitti kuşlar. Sen de gittin, bak yandı yarışlar. Payız geldi, Ne gidiyorsun ha? Sakla la, yüngül elime. Alın mahneye qız sıxmır da pəncərəyə də. Ya payız da ona göre, neyse başka şey. Hadi gizləmə. Kıştan okuyaq. Açmı? Qızın adı neydi? Samirə. Paşa, Aycan. ritmi vur. Süt kimi akkar ilə çıx bayra Samirə. Süt kimi akkar ilə çıx bayra Samirə. Samirə, ay Samirə. Ala yeni il geldi yeni il. Geldi il geldi barilə. Yeni il geldi. Yeni il geldi yeni il. Geldi necəni barilə. Yeni il geldi. Benim nəvələrim. Ay qardaş, bir dənə Şirin, belə mahnılarla xanımların ürəyini almaq olmaz. O gedin özünüzə iş tapın, mənə bağışlayın. Ay, yox, olmaz. Mənə qoyub belə gəlsin. Paşa, yaxşıdan bir dənə gitarom var da, əybi yox. Zaten bizim tütəyimiz var. Xoşa bir dənə tütəyə Ha, baba tütəyimiz var ha. Sen dinləmələri demə də, sən yaxşı. Ara Samirə, çıx ginən Samirə, çıx ginən ay Samirə, çıx. Siz kimsiniz la? Ne gizlisi? Vapşı gözlüyün gələm. Ala, ziple düştü tüm arada. Şirin ben kaldım. Ara sən də ki, da öldürmüsən. Ara! Ara girdi yaptığımız yoluna. 100 manat iki bal. Narahat olma, ne kadar canıma var mənlikdir. Sen sür. Sür. Ala neynədin ala sən ala. Ama siz xarabdısın. Siz kimsiz ala mənim pəncərəmin altına mahnı oxuyursunuz? Atam, gör nə deyirəm, özün də belə gül kimi oğlansan, belə vitli fasondur. Sən mənə yaxşı başa düşün. Gör nə, mən o mahnını başqa adam oxuyurdum, başqa adam üçün oxuyurduq. Necə yəni? Bəyən bizim pəncərənin altında prom oxuyurdunuz. Alınsaydı başqa adam üçün oxuyacaqdınız. Samirə də eşitdim özdə. Siz kimsiz mənim bacımın adına mahnı oxuyursunuz? Yok oğlum şeydi. Biz sen bacınla ne işimiz kalıb onu oxumurduq. Orada qabaq mənim sevgilim yaşayırdı, ona mahnı oxuyurduq. Samirə xalanı deyirsiniz? Hə. Samirə xala 5 il əvvəl rəhmətə gedib. Ay da ne etibarsız dünyada, ne etibarsız dünyada. 55 il məni gözləmədi elə o. Samirə xalanın qəbri aşağıdakı qəbristanlıqdadır. İstəsəz aparıb yerini göstərə bilərəm. Yox, sağ ol qadasını alım. Biz ondan əhd eləmişdik ki, biz ancaq qəbir ayıra bilər. Ta ayrıldıq da. Sağ ol, sana da əziyyət verdik. Sağ ol. Lazımdır, sağ ol, sağ ol. Başda narahat elədik səni. Lazımdır, get, get. Şirin, elə bil biraz qorxdun ha. Yoxsa qorxdum mən də, mən çox apars adamım. Sən də mənə yaxşılanmırsan. Mən sənə görə onu heç eləmədim. O deyirləri özümüzü, burada qıraq adam yoxdur. Həmin o qıraq adam mənəm. Samirə ilə də mənki alınmadı. Heç Narahat olma, eşitsən? Sən bir dənə yer aparacam. Bir dənə yer aparacam. Belə ürəyin açılacaq, xoşbəxt olacaqsan. Mutlu. Əsas sonluqdur. Sür. Hesab mənlikdir. Atın ki ya. Çıxart, mutludan çıxart. Ürəklə sür. Oktay, biz qonaqlığı taksi ilə nə üçün geyirik? Sən sürücüdənmi? Bəli, sürücünü işdən çıxartdım. Niyə?
Ne bileyim, niye sözümle başa düşmədim, Mirvari? Normal 600 manat maaş verirəm ona. Dedi ki, yox, mən çıxıram, gedirəm Sandurayda qoşuram. Hə, daha bilmədim. Nə sərfə bir olur? 1000 manat maaş verirlər, əlavə çaxçuq da olur. Taksi sertifikatı almağa kömək də eləyirlər. Bütün vergi xərclərini şirkət ödəyir, təptəzədə maşın verirlər. Bir dəqiqə deyəm ya. Bu şərtlərlə mən özüm də gedib o Sanduray şirkətində işləyərəm. Özüm özümə sürücülük eləmərəm. Gedək yolda arabasına salardım. Baş sponsor Soundride. Oğlum, bir dənə əl atın maşını xotlayaq da. Dəqiqə diyor, ha dayı, sən deyəsən TRT-dən kənar çıxdın ha, oğlum nədir? Bu nə danışıqdır? Bana, sizin bu vaxta kimi oğlum can olmuyor be. Atası da demir. Ben öyle ki işinin bağlı olanda atası gidip de daha çok derinliğine. Ha, indi bildim sizə nə lazımdır. Ha? Bir an daim bilir, görsen. Dayı, biz de sen iki oğlum. Maşını at xalastoya, gedigine. Hara geysən? İndi işə gedirəm. İşə əla. Xalastoya at. Plasoverdən sonra bizə gücü gəldi. Evet. Maşın bu da işə kimi itələyici. Ha, benzin də qalsın sənə də. Görsen ne? Bana var. Xüsusi sponsor Plus Over. Şirin qutar, bax sən o rus qızdan boşanmayana qədər Reyhanı unut getsin. Oqtayamı, mən o rus qızdan boşalacağam. Həm də Reyhana söz vermişəm, kəliməm kəlimədir. Bir şey ki, mən olmayan yerdə mənim söhbətim gedir. Bax görürsən fərqi? Sən olmayan yerdə sənin söhbətin gedirsə, mən olmayan yerdə mənim işlərim gedir. O necə olur? Nətər yəni nətər olur? Bax mən klinikada oluram bütün günü, evdə oluram, sağda solda oluram. Amma mənim bax bu New Holland traktorlarım var ha. Ay bir yerdə dayanmırlar, orada burada şumluyurlar. Hərəsini də 300-400 manatdan vur 15 dənə traktorum var. Nətər də işiniz? Bax, mən söhbətdə cəmaatı şumlayıram. Sən də həyatda şumlayırsan. Oy, nə qəşəng söz. Gözlə bu telefona yazır. Xüsusi sponsor New Holland traktorları. Oy, Şirin, mama qurban. Sən nə vaxtdan yemək bişirən olmusan, hə? Ay mama, patron yağları çıxandan mən uca yemək pişirəm də. Hə, bax, patron yağı ilə mənim oxşar cəhətlərim çoxdur. Məsəl üçün, mənə də həyat çıxır, o da soyuq sıxımla əldə olunur. Məsəl üçün, o da qatqısızdır, təbiidir. Mən də necə var eləyəm. O da mədəni yandırmır, mən də heç kimi yandırmıram. Amma bir dənə fərqimiz var. Bunun qapağı atanda bundan istifadə eləmək olur. Amma mənim qapağım atanda məndən istifadə eləmək olmur. Şirin, mənə görə bir fərqimiz də var. Mən sənsiz yemək yeyə bilirəm, amma patron yağı olmadan yemək yeyə bilmirəm. Xüsusi sponsor Patron tumları. Deyirəm, heç yaxşı olmadı deyə. Xosun burduq ki, evə gedirik, özümüz oturub bura dönər yeyirik. İncici evimizdən ev. Yox, atam, mən birinci heç kimə yalan danışmamışam, heç kim vurmamışam, mən evdəyəm. Mən yeməyi yeyəm, narahat olmana görə. Anon kafesi ola, oturub orada abed eləmirsən. Kasab kebabdan dönər zakaz eləyib yeyirsən. Atam, birinci görə xosun yerinə sən burardıq. İkincisi də ki, düzdür, mamanın kafesi var. Amma mama abedə ya da axşam yeməyinə kasab kebabdan zakaz eləyir. Dizinin kuxuna da yeyir, klientlər görməsin. Baba özü buradan zakaz eləyir də. Olmadı ki. Ki geçsin nuş elə. Amma dadlıdır ya. Xüsusi sponsor Kasap Kebab. Şirin qaqaş. Mən bir dənə qalxım evə. Bir dənə çörək yeyim. Yarım saat dincəlim gələm. Atam, mən səni maksimum 5 dəqiqə gözləyə bilərəm. Heç bu söhbətə çağırdım adamları 5 dəqiqə gözləmirəm. Başa düşdün? Hə, gördüm gezgərlər çıxıb gəlirəm. Daba təzə bazar elə. Mən sənin qarnının ağrısını bildim. Allah bunu mənə deyən, sənə laf 1 saat da gözləyim. Patron deyə. Olmadı ki. Gözlə gəl. Gedə ürəyinə baxsan gəl. Xüsusi sponsor Patron tumları. Oktaycığım, narahat olma. Mən maraqlandım. Bir iğnə ilə heç nə olmur. Bunu de də, mən bunun dərdini çəkə-çəkə öldüm ölümdən qayıtdım. İsmita. Hey! Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, verib
Qiymət əməyə, gəldin küftə yeməyə. Oo, xoş gəlmisiniz. Sveta, sən burada nə edirsən? Şaxta babanı hardan tutmusan? Deyirəm işimi bilirsən, İndi pul babalardadır. Şaxta baba mənim şıqırt dədimdir. Mətiş xalam, Şaxta babanı bilmirəm, amma sən deyəsən çox ellər dolaşmısan ha. Kəsən! İndi özlüyümdə mənə sataşırsan da. Mən ellər dolaşmışam, sən də evlər. Heç bilirsən, Şaxta babanı ilk dəfə Bakıya mənim atam gətirib. Yaxşı, siz əylənməyinizdə olun. Meyxana nə zaman gələcək? Birazdan indi rəqqasə gələcək. Nə rəqqası? Nə rəqqası? Hoş getmirsən. Sənin Şaxta baba paltarını mən evdə yumuşdum. Bu hardan çıxdı? Ha? Ahmet, mənə köməklə nə olur? Kömək eləyirəm, məyər meyxana deyənlərin pulunu verirsənsə. Verməyəndə saxdı mən əlbət. Ay Mirvari, bəsdir də, nə düşmüsən bu Oktayın üstünə? Qəribə adamsan, sözü belə yerinə yetirməmiş, başlayırsan danışmağa. Bu Oktayın klinikası ehtiyacı olanlara hədiyyə paylayır. Misal üçün mənə iPhone alıb. Niyə? Ona görə ki, onun da ona ehtiyacı var. Yaxşı, onu başa düşdük. Bəs bu nə üçün Şaxta baba paltarını geyinib hədiyyələri də paylayır? Cavab ver. Hə, deyin də Mirvari. Ver də ver cavabı. Bu çox məsuliyyətli və iradə tələb edən bir şeydir. Etibar eləmək olmaz kiməsə. Bir də hədiyyəni aparıb verməzlər, özüm əlbələ aparıb verməliyəm hamının hədiyyəsini. De mama canım. Mama canım. Halaldır Oktay. Elə ona görə də QQD evə bayramımızı qeyd eləyək. Ay yox, nə danışdın ay Mirvari? Meyxana deyənlər gələcək, hə? Onlara da hədiyyə verməliyəm. Mən məsuliyyətli işim var. Sən get evə, mən sonra gələrəm. Meyxana deyənlər? Mən də onlara baxmaq istəyirəm. Çox istəyirəm özdə Oktay. The colors of rainbow spread in the sky. Arrows on the faces of people going by. I see friends shaking hands, saying how do you do? They really say I love you. I hear babies cry. I watch them grow. They learn much more than I never knew. And I think to myself, what a wonderful world. Yes, I think to myself, what a wonderful world. Əla şair. Mən də istəyirəm bir iki kəlmə söz deyim. Bugün burada hamısı doğmalardır, əzizlərdir. Gözəl ab-ı hava var burada şair. İstəyirəm mən də bir iki kəlmə söz deyim, bir dənə qafiyə açım. Şirin gəlibdir əsas, ahleleyla əhleylas. Salmayın burada basa-bas, ahleleyla əhleylas.
Böylerimi saymıram çünkü çok kudurmuşam. Biraz elime pul düşüp dost tanışı vurmuşam. Biraz elime pul düşüp dost tanışımı vurmuşam. Biraz eşk vurup beni, biraz da ben vurmuşam. Benim vəziyyətim siçaz, ahlə leyli, ahlə laz. Benim vəziyyətim siçaz, ahlə leyli, ahlə laz. Ben ne dedim? Biraz saxla, biraz saxla. Oğlum oğlum. Biraz sonra bu ne qafiyyədir? Abi belələ üstündən meyxananın zahir çıxıb da. Buna da ağzımıza hər nə gəldi danışırsınız. Yo şair elə deməklə xatirimə deyirsən şair. Ona demək, mənim ağzımdan qızıl tökülür. Hala vaxt olub vedir ağzıma tutub söz yığmışsınız hala. Elə yığmışıq sonra da aparıb adam olmayan yerdə boşaltmışıq da. Ha belə danışma da Murat da. Hala biz olanda siz yox idiniz. Biz qızıl dörtlü idik. Kim olub eysin qızıl dört? Necə yəni kim olub? Bilim mən. Şirin Kubinka hamamı, Zahir Qoşa Zapravka, Ruslan Baksol yolu, bir də Nizat Badamdar şosesi. Nizat Badamdar şosesi əvvəl Nizat Bakı dairəvi deyildi. O Sinefrosa bu kıvarsant kalır. Her dağda ev değişir, yer değişir. Ona göre de onun ləqəbi değişir de. Ha, oradan ora, buradan bura. Hala geri gid özümü tanı hala. Ola mən özümü yaxşı tanıyıram. Hala özümü tanıysan deyilən göre sənin neçə faizin sudur? Neçə faizim sudur? 95 faiz. Ay su, 95 faizleri xiyarda da sudur. Toçneler üst-üste yazır. Xiyar, ala... Mətikansı bu sus. Mənə? Mətik mən getdim. Bu nədir hala? Hara gedirsən, Bax pulunu verməyəcəm. Məclis bitməyib hələ. Şirin! Sən Akif babanı niyə bura gətirmisən? Axı onu olmaz səsküy. Biz sənə onu əmanət eləmişdik. Şirin, ayıb olsun sənə. Gedək Akif baba, gedək. Yox qızım, narahat olma. Mənə burada qalmaq çox xoşdur. Şirin sağ olsun. Başqa baxıcılardan fərqli olaraq mənə çox yaxşı davrandı. Mən burada özümü insan kimi hiss elədim. Amma o birisi baxıcılar mənə xəstə kimi baxırdılar. O son 10 ildə özümü belə xoşbəxt hiss eləməmişdim. Şirin, yaxın gəl oğlum. Ay can Akif baba. Biraz əyil. Həşt! Qalmadın da mı? Zarafatlarından da. Şirin, mən səndən fəxr eləyirəm. Seriozum, bayramın mübarək olsun. Sənin də. Saat 12 oldu. Hamımız çıxın bayra. Tez olun, durun. Yeni kız mı var? Oktay, geç çıxaq bayra. Ben şey bayrağı sıkmışım. Sen geç.